İnsan gərək əleyhissalam buyurur, çox əhəmiyyət verməyə dünyaya. Bütün dərdlərə bax, həsəd deyir, odunları necə yandırar, həsəd ürəyə girdi, imanı məhv eləyər. Kökü nədir? Kökü dünyaya əhəmiyyət vermək. Qiyməti çox vermək, layiq olduğundan çox verir, ona görə ürəyi alışıb yanır. Dözə bilmir birinin əlində olan bir şey görəndə, İxlas.biz dözə bilmir, qəbul eləyə bilmir. Hədis var, xəsis adam, mömin hər nə olar, xəsis olmaz. Xəsisdir, imanla bir araya sığmaz. Yəni, xəsisdirsə, bil ki, iman yoxdur. Niyə? Çünki dünya çox əhəmiyyətlidir ürəyində. Çox əhəmiyyətlidir deyə xərcləyə bilmir, verə bilmir. İnsan görürsən, çox qabadır, kobuddur, bil ki, dünya məhəbbəti var. Mənfəətpərəst adam insanlarla mehriban danışa bilmir. İnsan ədalətsizdir, bir dünya məhəbbəti var. Adam var, telefonla danışmağından bilirsən kimlə danışır. Sadə adam zəng vuranda deyir, hə, tez sözüdür. Amma bir başqa adam ki, mövqe sahibidir, deyir, buyurun. Bundan bəlli olur ki, bu kimlə danışır. Çünki dünya çox mühümdür onun üçün. Hədisdə var, kimin varlı adama verdiyi salamla, fəqir adama verdiyi salam fərqli olsa, cəhənnəmdə öz yerin hazır bilsin. Varlıya hörmətlə salam verə, fəqir insana gözünün ucu ilə baxa, hörmətsiz davrana, onun namaz qılmasının xeyri yoxdur onun üçün. İbadət eləməyindən aslı olmayaraq öz yerini cəhənnəmdə hazır görsün o insan. Bütün bəlaların kökündə bu dayanır. Bizim hədislərimizin hamısına gedin, baxın, bir dənə hədis tapa bilməzsiniz ki, din desin bizə ki, fəqir olun, pul qazanmayın. Əksin deyib. Nə gözəl şeydir, Peyğəmbər buyurur, halal mal möminin əlində. Təşviq eləyir bizi ruzu qazanmağa. Heç bir dənə hədis yoxdur deyə ki, qazanmayın. Qoyun kafirlər qazansın, siz namazla, ibadətlə məşğul olun, qətiyyən. Kim də belə bir iş görübsə, neçə dəfə demişəm mən hədisdə, Peyğəmbər qəzəblənib, az qəzəblənib həyatında. Bir də bu adamların əlindən qəzəblənib ki, işini, gücünü tərk eləyib, ibadətlə məşğuldurlar. Bəzən mən belə cavanları da görürəm, dərsini atıb məscidə gəlir, bekar gününü keçirdir, bekar adamın qəlbi qəsavət bağlayır, ürəyi bərkir, ondan Allaha bəndə çıxmaz o insandan. Bizim imamlarımızın, mən bir dəfə hədis dedim ki, İmam Həsənin sərvəti çox idi. Məsciddən çıxanda cümə günlərindən biri idi. Bir nəfər yaxınlaşdı mənə ki, yox, sən ola bilməz. İmam hara, pulu çox olmalı hara, imamın sərvəti ola bilməz. Mən nə qədər onu başa saldımsa, başa düşmək istəmədi. Yox, mömin gərək fəqir ola. Bu hədisi mən qəbul eləmirəm ki, İmam Həsənin pulu var idi. Başa düşmür ki, zahidliyin mənası budur, adam kasıb ola. Zahidliyin mənası budur ki, insanın ürəyi dünyaya o qədər əhəmiyyət verməyə. Yoxsa bizim İmam Həsən əleyhissalamın sərvəti çox olub, İmam Hüseynin sərvəti çox olub. Tarix yazır ki, İmam Hüseyn Kərbəla torpağını pul verdi, aldı. İmam Hüseyn əleyhissalam sərvətindən verirdi səhabələrinə ki, gedin borcunuzu ödeyin, sonra gəlin. Borc boynuzda qala-qala, mənlə olmağınızın xeyri olmaz sizə. İmam Hüseyn əleyhissalam bəzi insanları özündən uzaqlaşdırmaq üçün pul verirdi ki, bu sənin yol pulun, çıx get. Ki, onlar ondan uzaqlaşsınlar. Dünyanın məhəbbəti təbiidir insanın qəlbində. Amma dünyaya insan çox əhəmiyyət verərsə, axırda nəticəsi belə qutarar insan üçün. Əleyhissalam ki, buyurur, dünyanın qiyməti mənim üçün keçinin burnundan axan su qədər əhəmiyyətsizdir. Dünya mənim üçün belədir. Həmin o əleyhissalam səhərdən axşamacan bağ salırdı. İndiyəcən deyirlər, Mədinədə Əlinin saldığı bağlar qalır. İndiyəcən. Quyu qazırdı. O bağlardan deyirlər, nə qədəsini satırdılar İmam Hüseyn əleyhissalam, İmam Həsən əleyhissalam sərvət əldə edirdilər. Bu hədisi deməkdə məqsədim bu idi ki, burada anladığımız budur ki, insan əgər dünyanın qulu olarsa, haqqa düşmən olar. İnsan dünyaya bəndə olarsa, ondan nə cinayət desən gözləyərsən. Baxma namazına, oruç tutmağına. Və necə olur insan yavaş-yavaş dünyaya qul olur, o bundan başlanır ki, insan başlayır dünyaya çox əhəmiyyət verməyə. Dünyaya çox əhəmiyyət verən adam axırda vəzifəsini əməl eləyə bilmir. Haqq üçün bir iş görmək istəyəndə dünya gəlir gözünün qabağına, ondan keçə bilmir. Yavaş-yavaş görürsən tədricən 5-6 günün içində gəlir olur İmam Hüseyn əleyhissalamın qatili. Heç bir ona qədər cinayət eləmədən birdən-birə qatilə çevrilir. Onun səbəbini incə, gözəl şəkildə İmam Hüseyn bu hədisində bizə başa salır. Allah bizi düşmənin
şeytanın və dünyanın şərrindən hifz eləsin inşallah. Bütün imamlarımıza itaət eləməyənlərin günahı nə idi? Niyə? Nə idi günahları ki, imamlara itaət eləmədilər? Mən sizə bir söz deyim ki, onların tək günahları bu idi ki, məhəbbətləri az idi ürəklərində. İxlas.biz. Tək günahları bu idi. Əleyhissalam məzlum gəzirdi. Deyir, 40 adamım olsa mən bu günə düşməzdim. 40 nəfər adamım olsaydı. 40 nəfər kim? Ürəyi Əlinin məhəbbəti ilə dolu olan adam. O ki, ürəyinin dərinliyində də deməyə, belə deməyə, belə deyirdilər Həzrət Əliyə. Sən bizdən nə istəyirsən? O qədər belə dedilər ki, Həzrət Əli deyildi, xutbə oxuyurdu, baxırdı, görürdü ki, cəmaatın gözündə ki, yəni, nəuzubillah, yəni sən də bezdirdin bizi. Onda getdi özünə ölüm istədi. Onda dedi ki, mənə bunlardan xeyirlisini, bunlara məndən pisini qismət elə. Çünki bunlar məni tanıya bilmədilər, mən də nə dillə danışım. Bir adam əlini görə ona aşıq olmaya, o cinayətkardır. Onun cinayəti çox böyüdür. Onların yeganə günahı bu idi ki, onlar məhəbbət az idi ürəklərində. Hökm verdi, dediyim kimi o günəş necə murdar heyvanın üstünə, heyvan ölüsünün üstünə isti verər və onun üfunəti qalxar, onların mənəmçiliyi qalxdı və təzahür elədi Fatimənin qapısının yanması şəklində. Fatimənin qapısını mənəmçilik odu yandırdı, məhəbbətin azlığı yandırdı. Bu məhəbbət ürəklərində olsaydı, heç kəs cürət eləyə bilməzdi Fatimənin qapısını yandırsın. Dostların ürəyində məhəbbətin azlığı Fatimənin qatilinə çevrildi. Çünki Fatimənin dostları kifayət qədər sevsəydilər, kimin cürəti vardı gəlsin Əlinin qapısını yandırsın? Əlinin dostları Əlini kifayət qədər sevsəydi, heç kəsdə bu cürət olmazdı. Neyniyək bu məhəbbət artsın? Əyyam-ı Fatimiyədə fürsətdir. Mən heç bir yol demirəm. Bir dənə xahişim sizdən budur, özümə və sizə deyirəm. İstəyək bunu, istəmək ki çətindir. Neçə hacətlərimiz var burada, dərdlərimiz var. Deyirik, gedək hacət istəyək. Biri də bunu qərar verin ki, xanımdan istəyin ki, Allahdan istəsin, onların məhəbbəti ürəyimizdə çoxalsın. Bunu istəyir. İstəmək ki çətindir, istəmək çox şeyi həll eləyir. Bir şeyi insan belə bir varlıqdır, istədisə verəcəklər. Biz hələ istəyə bilmirik. Biz xahiş eləyək, istəyək ki, bu məhəbbət bizim ürəyimizdə artsın. Və məhəbbət ki, girdi ürəyə, pisliyi də yandırır, yaxşılığı da yandırır. Necə yəni, yaxşılıqları nə mənada yandırır Əhl-i Beytin məhəbbəti? Yaxşılıqların çünki bəlası var. Yaxşılığın bəlası nədir? Özündən razı olmaq. Elədir? Yaxşılığın bəlası ki, insan özündən razı olur. Hədisdə var, Peyğəmbər buyurub, günah eləyib özündən narazı olmaq, ibadət eləyib özündən razı olmaqdan daha yaxşıdır. İbadət eləyib razı olacaqsansa, get günah elə peşman ol, bu daha yaxşıdır. Bəs bu yaxşılıqların ucub yaratmağı, yəni özündən razılıq yaratmağının əlacı nədir? Əgər məhəbbətdən başqa bir əlac tapsız, gətirin mənə deyin, nə qədər axtarsız, işinizi asanlaşdırın. Axtarmayın ki, tapa bilməyəcəksiniz. İstəyirsən, yaxşı əməllər eləyəsən, salih adam olasan, amma özündən razı olmayasan, bircə yolu var ki, ürəyində məhəbbət olsun. Ancaq aşiqlərdir dünyada. Ancaq aşiqlərdir ki, nə qədər çox əməl eləyir, bir o qədər əli boş bilir özünü. Çünki birini ki sevdin, gözün sevgilindədir, özündə yox. Sənə deyirlər, bəh-bəh, nə yaxşı namaz qıldın, sənin fikrin Fatimənin yanındadır. Sənə deyirlər, bəh-bəh, sən gecə namazı qılansan, sən yaxşı adamsan. Axı, eşq gəlir, özü əridir, özün yaddan çıxırsan, ona görə özündən razılığın yeri yoxdur aşiqin ürəyində. Bir adam haqqa bağlıdırsa, onu sevirsə, onun içində nə qədər ibadət eləsə az biləcək onu. O gözləyəcək ki, əgər bu əməl məni Fatiməyə yaxınlaşdırırsa, ən ağır əməldə olsa eləyəcəm, sonra deyəcəm, neynəmişəm ki, mən heç nə. Bu xüsusiyyəti insanın daxilində məhəbbət yaradır. Məhəbbət təmizləyir insanları. Hərdən belə dua eləyək, ilahi bizi yaxşılıqlarımızın şərrindən qoru. Belə dua eləyək. Yaxşılığımızın şərri nədir? Yaxşı əməllərimizin şərri riya və ucubdur. Və bu duanı tərcümə eləsək, başqa cür desək, belə deyək, ilahi bizim ürəyimizdə Fatimənin məhəbbətini çoxalt. Əgər Fatimə məhəbbəti bizim ürəyimizdə çox olarsa, onda yaxşılıqlarımızdan bizə ziyan gəlməz. Biz yaxşılıqlarımıza söykənmərik, arxayın olmarıq. Və məzlumiyyətin köməyi nədir? Bu mövzuda. Məzlumiyyətin köməyi budur ki, bu məhəbbəti artırır bizim ürəyimizdə.
Bir adam Əyyam-ı Fatimiyyədə də düzəlməsə özünə desin ki, Fatimənin qapısının yanmağı da məni islah eləmədisə, mən haçan adam olacam. Bir adama məzlumiyyət də kömək eləmədisə, daha heç nə kömək eləyə bilməz. İnsan Əyyam-ı Fatimiyyədə islah olmasa, nə vaxt islah olacaq? Sevdiyin adamın, bir adamı ki sevirsən, onun adı yandırmalıdır səni. O ki qala deyərlər ki, ona zülm olunub, onda da insan taqətsiz olar. Bizim məzhəbimizin bayrağı məzlumiyyətdir, məhbubiyyətdir. Və əslində bu məzlumiyyətin səbəbi nədir? Bu zülümlərin səbəbi məhəbbətin azlığı idi. Mən Məhərrəmlikdə bunu danışdım, yadınızdadısa, Əli əleyhissalam 3 dəstə ilə vuruşdu. Mən onu ətraflı danışmıram, adlarını çəkirəm. Bir münafiqlər idi Suffeyn döyüşündə. Bir dünyapərəstlər idi Cəməl döyüşündə. Bir də cahillər idi Nəhrivan döyüşündə. 3 dəstə ilə vuruşdu, amma bir dəstə qalmışdı. Onlar Həzrət Əlinin ətrafındaydılar. Həzrət Əlinin yanındaydılar, dostları idilər, amma məhəbbətləri az idi Əliyə. Əliyə məhəbbətləri az idi. Bu 4-cü dəstə qaldı İmam Hüseynə. İmam Hüseyn bu 4-cü dəstəni ifşa elədi. Onlar o dəstə idi ki, Həzrət Əlinin yanındaydılar, amma döyüşlərdə ona kömək eləmirdilər. Çünki məhəbbətləri kifayət qədər dördü. Bu yaxı dediyim ayə vardı, iman gətirməyiblər o vaxt qədər ki, sən deyəsən qasa-qasa gedələr ki, bəh-bəh, Əlidən əmr gəldi. Amma Əli əleyhissalam dedi, gedək döyüşə. Qışda deyirdilər, soyuqdur, yayda deyirdilər, istidir. Həzrət Əli əleyhissalam da deyirdi ki, belə görsənir ki, siz heç kişi sayılmazsınız, kişi döyürsünüz siz. Mən sizə nə deyirəm, bir bəhanə gətirirsiniz. Bu dəstəki Əlinin sinəsinə dağ çəkirdi və əslində Əlinin ən gizli pərdə arxası qatilləri bunlar idi. Bunlar olmasaydı, Muaviyyə Əliyə heç nə eləməzdi. Bunların süstlüyü olmasaydı, Hüseyn onları çəkdi, gətirdi meydana, Kərbəla meydanına. Dedi, baxın görün, Əlini az istəməyin cəzası nədir? O dərəcədə ağır bir cəzadır ki, gəlir Hüseynin qətli ilə nəticələnir. Yəni bir adam Əlini az sevirsə, axırda cəzası olur ki, Hüseynin qatili olur. Məhəbbətin azlığının görün nə qədər insana ziyanı var. Onların yeganə günahı bu idi ki, Əlini çox sevə bilmədilər. İmam Hüseyn onları rüsva elədi. Və Fatiməni öldürəndə bu dostların məhəbbətinin azlığı idi. O dostlar doğrudan sevsəydilər, heç kəsin gözü qabağında bu hadisələr baş verməzdi. Fatimə özü məhəbbət şəhididir. Fatimə bizə dərs verir ki, insan imamının yolunda necə fəda olar. Fatimə Əlinin aşiqidir. Əli Fatimənin həyat yoldaşından əvvəl Əli Fatimənin imamıdır. İmam yolunda, vilayət yolunda necə şəhid olarlar, Fatimə bu dərsi bizə verir. Bu günlərdə məhəbbəti artıraq. Məhəbbət ürəyimizdə çoxalandan sonra gələk məzlumiyyətin indi sorağına. Onda məzlumiyyətdən danır. Birini sev dəlicəsinə. Sonra dinən sənin məşuquna zülm eləyiblər. Onda da gör nə baş verir, mənim dilim acizdir. İslam dininin təkid elədiyi məsələlərdən biri insanın abır, heysiyyət məsələsidir. İnsanın izzət-i nəfsidir. İslam dini çox mühüm məsələ kimi baxır və çox təkid eləyir. Abır, həya, izzət-i nəfs, heysiyyət məsələsinə. Allah bizə verdiyi neymətlərin hamısını demək olar ki, xərcləməyi bizə tövsiyə eləyir. İxlas.biz Allah buyurur, nə vermişəm sizə xərcləyin, elminizi xərcləyin, malınızı xərcləyin, Allah yolunda xərcləyin ki, bərəkəti çox olsun, artsın. Elə bilməyin, əldə saxlamaqla çoxalacaq, xərcləyəndə bərəkət olur, xərcləyəndə Allahın lütfu olur, hər şey deyir xərcləyin. Amma abrı istisna eləyir, izzəti istisna eləyir, deyir abr və izzəti xərcləməyin. Hər yerdə xərcləmək olmaz. Çox qiymətli əmanətdir. Bu Allahın sizə əmanətidir. Dünyanın hamısını bir yerdə sənə versələr, abrundan bir zərrə qədər xərcləmə dünya üçün. Sənin abrun dünyadan mühümdür. Bütün dünyanın hakimliyi müqabilində heysiyyətindən, izzətindən bir zərrə qədər xərcləsən, ziyan eləmisən. Sənin heysiyyətin, izzət-i nəfsün bir damcısı tərəziyə qoyulsa dünyadan çox ağır gəlir. İzzət çox mühüm məsələdir.
həm özünün abrını qoru çalış, həm başqalarının abrını aparma. Niyə Allah deyir günah eləmə? Allah istəyir bizi nədənsə məhrum eləsin, hansısa ləzzətdən məhrum eləsin. Nəyə görə? Axı niyə Allah yaratsın sonra məhrum eləsin? Filan şeyi eləmək olmaz. Nəuzubillah, kiminsə kefinə düşüb deyirlər eləmə, yoxsa bir mənası var. Niyə haramdır filan iş? Niyə görə deyir eləmə? Allah ki, fəzli rəhməti genişdir, hər şey Allahına elə desin ki, hər nə istəyirsiniz eləyin. Məyər azalacaq nəsə? Nəyə görə deyir eləmə? Onun bir cavabı var. O şeyləri deyir eləmə ki, eləsə heysiyyətimizə ziyanı var. Haramlar yəni bu. Filan şey haramdır, yəni insanlıq məqamına yaraşmır sənin. İnsanlıq məqamına yaraşmır deyə deyirəm olmaz. Nəinki səni məhrum eləmək istəyirəm. Allah haradasa nədənsə bizi məhrum eləyirsə, bilin ki, ondan üstünlüğünü bizə vermək istəyir. Daha üstünlüğünü vermək istəyir deyə az şeydən bəzən bizi məhrum eləyir. Günah ona görə günahdır ki, yalan danışma haramdır. Nədir mənası, nə deyən haram deyən nə? Niyə haramdır? Çünki yalan sənin heysiyyəti aradan aparır, izzəti aradan aparır. İçki içmə haramdır. Niyə? Çünki içki sənin heysiyyəti aradan aparır. Sənin insanlıq məqamına yaraşmır ki, bir qədər maye qəbul eləyəsən, o maye səni təbii halından çıxardır. Başqa bir hala salır. Bütün dinin kökündə izzət dayanır. İzzət nəfsə görədir ki, deyirlər filan işləri görmə, filan yemək yemə. Həm özün, həm də başqalarının abrını aparma. Qeybət niyə haramdır? Qeybət eləməyin. Qeybət eləsəz 40 gün ibadət qəbul eləməyəcəm sizə. Niyə görə? Çünki Allah razıdır ki, günahkar bəndəsində abrı keçsin. İcazə vermir. Olan şey danışırıq, deyir, olan şeydə danışma. Bilirəm onu eləyib, amma danışma. İstəmirəm, razı deyirəm onun abrını aparasan. Kim möminin abrını aparsa, Allah buyurur, mənlə müharibəyə girir. Tərəfində, qarşısında məni görəcək. Elə bil ki, silah qaldırıb mənim üstümə gəlir. Və kim də başqasının abrını aparsa, Allah buyurur, mən də onun abrını apararam. Və haradasa görsən birinin qeybəti olunur, mane ol. Mane ol, kim mane olsa hədisdə var, Allah cənnəti ona vacib eləyər. Gör, abr məsələsi necə mühümdür ki, bir nəfərin abrını qorusan, Allah cənnəti sənə vacib eləyər. Cəhənnəm sənə haram olar. Hətta gizlində gəldin, çıxdın bir yerə ki, birini günah üstə gördün. Dindiyi ki, görməmiş ol. Gözü yum, dinən ki, görmədin. Özü inandır və heysiyyətini hifz elə o insana. Birini nəsihət eləmək istəyirsən, moizə eləmək istəyirsən, deyir, sərhəddə hara qədərdir, abrını aparmayasan. Cəmaat içində elə tərzdə demə ki, sən filan şey səhv elədin, onun abrı, çünki Allah deyir, abr mənə məxsusdur. Nə bada ona toxunsuz, heysiyyətə əl atsız, mən də heysiyyət üzə aradan apararam. Hətta mənim mömin günahkar bəndəmin abrı, həyası mənim üçün çox mühümdür. Heysiyyəti mənim üçün çox mühümdür. Niyə deyirlər günahı aşkarda eləyən adamın qeybəti halaldır? Ona görə ki, da öz abrını aparır. Aşkarda günah elədisə, deyir, ondan sonra qeybəti halaldır. Çünki da aşkar eləyir, öz heysiyyətini qorumur. İnsanın şəxsiyyəti əlindən getsə, hər şey əlindən gedir. Ona görə din çox təkid edir ki, abru, izzəti qoru xalqın arasında. Elə paltar giyin, abrun getməsin. Hədislərdə var, bir yerə gedirsən, bir yerə səni dəvət ediblər. Elə məclisdir ki, onun xüsusi paltarı var, ora gərək o paltarda gedəsən. Səndə də o paltar yoxdur. Dindiyi pulundan xərclə get, o paltardan al ki, təhqir olunmayasan. Buranın öz ədəbi varsa, o ədəbə sən riayət edir. Razı deyir Allah ki, mömin təhqir olunsun. Bəzən görürsən, təvazökarlıq adı ilə hərdən biz geyimimizi bilmirik. Məsələn, görürsən, ayaqqabı geyinilən yerə başqa bir şeylə gedirik ki, biz möminik, bir şey, belə şeylərə əhəmiyyət verir. Sadəlik başqa mövzudur, ədəbə riayət eləmək, heysiyyəti, izzəti qorumaq başqa məsələdir. Heysiyyət bu qədər mühümdür. Dindiyi saçı dara, səliqəli giyin, niyə bu qədər təkid edir? Ona görə ki, səliqəli olanda abrun heysiyyətin qalır. Amma birdən məsələn, çirkli paltarda, ləkəli paltarda çıxarsan, dindarın, möminin izzəti əlindən gedər. Bir də görərsən, məsələn, birinin ayağından iyi gəl, Allah eləməsin, bədənindən iyi gələ. Mən məcburam bu mövzulara toxunam ki, din bunlara təkid edib ki, ətir vurun,
gözəl, təmiz geyinin, qiymətlidən söhbət getmir. Təmiz, səliqəli olun, çünki bu şeylər səbəb olur ki, sizin izzətiniz cəmaatın içində qorunmuş olsun. Bəzən izzət, abır, bu qədər deyirsən, gəlir, yavaş-yavaş təkəbbürə çevrilir və yavaş-yavaş məqsədə çevrilir adam üçün. Buradan deyib, paltar giyin, abrun getməsin, elə paltar giyin, abrun getməsin cəmaat içində. Buradan deyir, kim fəxr eləmək üçün əyninə paltar giyinsə ki, cəmaatın içində, cəmaatın diqqətini cəlb eləsin, Allah ona nəzər eləməz, baxmaz. Yaxşı, mənə deyirsən, giyin ki, abrun getməsin, giyinirəm, deyirsən, giyinəndə də təbii ki, tərifləyəcəklər, baxacaqlar, ondan sonra da deyir ki, belə olsa, Allah sənə nəzər eləməz. Münasib paltar giyin deyir, amma yarış üçün yox. Məsələn, paltarı deyirəm, yarış üçün yox. Başqaları üçün yox, özünün fikrində ol. Quranda ayə var, buyurur, bu cənnətdir, Allah evləridir, axirət saraylarıdır, axirətdən danışır. Axirət saraylarıdır, kimi üçün yaratmışıq? O kəslər ki, yer üzündə özlərini başqalarından üstün tutmağı sevmirlər. Yəni bir zərrə qədər soruşdular İmam Sadiqdən ki, başqalarından üstün tutmaq nə mənada? Deyir, bir mömin istəsə ki, ayaqqabısının bağı o bir mömindən yaxşı olsun, bu ayə ona aiddir. Cənnətin yolu bağlıdır. Əgər arzulasa ki, ayaqqabımın bağı yanımdakindən daha üstün olsun, bu ayə onun halına aiddir. Öz abru hifz elə, izzətü hifz elə, amma yarışa girmə başqaları ilə. Allaha görə heysiyyəti qoru. Allah deyib filan şey elə, sən demisən bunu giyin, sənə görə giyinirəm. Bunu yaddan çıxartma, Allahı kənara qoyma bu işdə. Biri də birdən səni gördü, dedi, təriflədi səni. Dedi, bu çox abırlı adamdır, çox səliqəli adamdır. O zaman da fəxr eləmə, bəh-bəh deyəsən ki, elə inanasan o adamların sözünə ki, doğrudan da yaxşı adamsan. Hədis buyurur, izzəti qoru, amma bu izzətin nəticəsində hökmən tərif gələcək. Səni tərifləyəcəklər, tərifləyən kimi Allah yadına düşsün. Deyən, ilahi, bu hörməti mənə sən vermirsən, sənə təşəkkür edirəm. İmam Rıza əleyhissalama qonaq gəlir bir dostlarından biri, şiyələrdən biri. Axşam olur, deyir, icazə verin gedim. Deyir, yox, hara gedirsən? Qoymaram, qalmalısan bizdə. İmam özü yer salır, uzanır o, yatmaq istəyəndə fikirləşir. Nə gözəl şeydir ki, imam mənə dedi ki, qal, mənə getmə. Bunu fikirləşəndə qonşu otaqdan İmam Rızanın səsi gəlir ki, filan kəs bu şeylər fəxr eləmək üçündür. Bu şeylər iftixar eləmək üçündür. Düzdür, başqa hədislərdə var, fəxr eləyin əhl-i beytin məhəbbətinə. Bu iftixar amilidir. Amma birdən səni tərif eləyirsə, sən onu onun ağalığına yaz, öz yaxşılığına yox. Denəm, bu necə ağadır ki, mən günahkarı tərifləyirəm. Cəmaatdan tərif eşitdin ki, səni tərifləyirlər, Allahın böyülüyünə yaz. Denəm, sən necə Allahsan ki, mən günahkarı hörmət sahibi eləmirsən insanlar içində. Gözəl sözləri var əleyhissalamın. Deyir, nə qədər gözəl təriflər var ki, mən layiq deyirəm, amma sən cəmaatın dilinə salmısan. Cəmaatın dilinə salmısan, məni tərifləyirlər. Hərçənd ki, mən layiq deyirəm o təriflərə. Cəmaat məni tərif eləyəndə, mən də bir qədər deməyim ki, hə, doğrudan da mən yaxşı adamam. O saat deyim ki, ilahi, şükür sənə ki, məni yaxşı tərəfdən tanıtdırmısan. İzzəti Allaha tapşır. İzzət arzula, amma izzəti Allahın əlində bil. İzzəti Allaha bəndəlikdə gör. O şəkildə izzət qazan. İbrahim əleyhissalama mən bu hədisi danışmışam. Dillə qeyrətli idi Həzrət İbrahim. Bütün peyğəmbərlər qeyrətli idi. İbrahimin də xüsusiyyəti bu idi ki, qeyrətli idi. Allah qeyrətlidir, hədisdə var. Qeyrətliləri sevir. Girir evə, görür bir yad adam var evində. Təəccüblənir, deyirsən, mənim evimə icazəsiz niyə girmirsən? Həzrət Cəbrail deyir ki, mən Allahın mələyəm, Cəbrailam. Mən icazə almıram, bu evin həqiqi maliki Allah da icazə verir. Başa düşür mələkdir, deyir, gəlişinizin məqsədi nədir? Ərz edir ki, bir nəfər var yer üzündə, Allah onu dost seçib özünə. İstəmişəm, məni göndərib gəlmişəm, ona müjdə verəm ki, Allah səni dost seçdi. İbrahim ki, Allahın peyğəmbəridir yer üzündə. Bir an beyninə gəlmir ki, bu mən ola bilərəm. Deyir, Cəbrail, o kimdir? Mənə də tanıtdır, gedim onun əllərindən öpüm, ona xidmət edeyim. Bir an belə düşünmür ki, bəlkə ehtimal var mən olan.
Allah Cəbrail deyir ki, bu sənsən, Allah səni dost seçib özünə. İbrahim əleyhissalama övliyalar belədir. Onları nə qədər Allah tərifləyir, onlar inanmır ki, onlar yaxşıdır. Deyir, Allah nə qədər kərimdir ki, mənim kimi adamı tərifləyir. Peyğəmbərlər belə yanaşıblar məsələyə. İmam zaman gələ deyək ki, mənə, sənə, bizə. Deyək ki, sən yaxşı adamsan, səndən razıyam. O saat demə ki, bəh, mən nə yaxşı adamam. Dinən görün, nə gözəl ağadır ki, mənim kimi adama yaxşı adamdır. Bu abır məsələsində çox mühüm məsələdir. Bilirsiniz, niyə görə deyir belə olmaz? Çünki haçan özündən razı olduğun inkişafdan qalacaqsan. Nə zaman cəmaat dedi, yaxşısan, sən də inandın ki, yaxşı adamam, yaxşı adamam, inanan kimi bil ki, da inkişaf yolu bağlandı sənin üçün. Ona görə İmam Rıza ona deyir ki, buna fəxr eləmə. Birdən deyərsən, İmam Rıza məni gör nə qədər əziz tutur, dalıcan inkişaf eləməzsən, qane olarsan. Qane olmamaq üçün bunu deyir. Cəmaat tərifləyəndə əleyhissalam bizə dua öyrədir. Deyir, sizi tərifləyəndə bu duanı deyin. İlahi, məni onun zənn elədiyindən daha yaxşı və onun bilmədiyi günahlarımı bağışla. Daha yaxşıya canım. O səni tərifləyir, deyən, məni daha yaxşı elə. Bu daha yaxşı elə sözündə çox şey var. İnsan daha yaxşı olmağa çalışsa, qabağa gedər. Harada dayandısa, hərəkətdən qalacaq. Sən yavaş-yavaş yoluna davam elə, dayanma heç yerdə. Biri dedi, əzəb yaxşı adamsan, o saat Allaha elan elədin, İlahi, sən məni tanıyırsan, məni onun fikirləşdiyindən daha yaxşı elə. Məlum olsun ki, xarab olmamısan. Niyə təkəbbür haramdır, deyirlər, təkəbbür olmuyor. Çünki təkəbbür insanı özündən razı eləyir, özündən razı oldunsa inkişafdan qalacaqsın və diyandın yerində. Ucub nədir? Ucub deyir, insanın ibadətinə razı olmasıdır. Namaz qılır, oruç tutur, Quran oxuyur, öz-özündən razıdır. Niyə bu hal olmaz adamda olsun? Çünki inkişafdan saxlayır. Deyir ki, ibadət eləyib özündən razı olmaqdansa günah eləyib peşman olur. Günah eləyib ağlamaq daha yaxşıdır. Ona görə ki, günah eləyib ağlayırsa, deməli özündən razı deyil, istəyir yaxşı olsun. Amma ibadət eləyib razıdırsa, deməli istəmir yaxşı olsun. Bu halından razıdır. İnsan da bundan yaxşı olmağı istəmirsə, yaxşı ola bilməz. Niyə bizə deyiblər hər gün dua eləyin? Hədislərdə var, bir adam vacib namazını qıla, heç olmasa səcdəyə gedib şükür səcdəsi eləməyə, Allah namazını qəbul eləməz. Deyər ki, bu məndən ehtiyacsızdır. Çünki istəmirsən, deməli razısan, bu günüvə razısan. Dünya işində qane ol, amma axirət işində razı olma. Allahın xoşu gəlmir, deyir, bu məndən ehtiyacsızdır. Məyər hər məqama çatıb ki, day məndən bir şey istəmir. Peyğəmbər ona görə hər dəfə namazdan sonra dua eləyərdi, gecə ibadət eləyərdi. O zirvədə olan insan, çünki təkamül sonsuzdur. İnsan getdikcə bu yolu gedir. Ona görə deyir, dua eləyin ki, bu göstərsin ki, siz artıq olmaq istəyirsiniz. İzzətlə yaşayın, dünyanı versələr izzət özü xərcləməyin, amma izzət özü Allahın əlində bilin. Allahı razı salın, Allah yanında abruz getməsə, Allah abrı eləyər siz insanların içində. Allah abrı yaşayış nəsib eləyər sizə. Elə bil ki, bir kənddə, məntəqədə istəyirsən hörmət qazanasan, oranın ağsaqqalının yanında hörmət qazansın, o səni ehtiram eləsə, yuxarı başda otuzdursa, hamı sənə hörmət eləyər. Amma doğrudan da ədəbinlə, əxlaqınla o bir nəfər ağsaqqal var, onun hörmətini qazansın, onun yanında hörmətli olmaq, o məntəqənin cəmaatının yanında hörmət, izzət sahibi olmaqdır. 100 yerə istəyimizi bölməkdənsə, Allahın yanında izzət, abır sahibi olaq, onu qoruyaq, Allah da bəndələrin qəlbi onun əlindədir. Bir anın içində səni abırlı və izzətli eləyər. Amma istəsən Allahı kənara qoyub, müstəqil getsin, Allah yerində ged izzət dalıca, sən getdikcə mən səni zəll eləyərəm. Sən abır axtararsan, mən sənin abrı apararam. Məndən kənar bu işi görsün, o zaman zillətə düçar olarsan. Allah bizi izzətlə yaşayıb, izzətlə ölən bəndələrindən qərar versin inşallah. Allahdan həya eləmək üçün 3 şərt var. 3 şərt olarsa, insan Allahdan həya eləyər. O 3 şərtdən birincisi, insanın öz qədir qiymətini bilməsidir. İkincisi, insanın Allahın qiymətini bilməsidir. Allaha dəyər verməsidir. İxlas.biz. Üçüncüsü, insanın
məzəmmətdən utanması, qorxmasıdır ki, Allah məni məzəmmət eləyər, bundan çəkinməsidir. Bu üç şey olarsa insan Allahdan həya eləyər. Birinci budur ki, adam gərək öz qiymətini bilsin. Mən kiməm sualının cavabını tapsın. Dinimizin, İslamın ən çox təkid elədiyi məsələlərdən biri insan şəxsiyyətidir. İnsan özünə sual versin, mən kiməm? Cavabı budur ki, bu yaradılış aləminin ən şərəfli varlığı insandır. Allah insandan şərafətli heç nə yaratmayıb. Allah nə qədər varlıqlar yaradıb, vücuda gətirib, onların içində ən dəyərlisi, ən şərəflisi insandır. İnsan öz qiymətini bilməlidir. Allah Quranda sual verir, ərazitum bil həyatid dünya, məgər siz dünya həyatına razılaşdınız? Bu ayənin mənası nədir? Mənası budur ki, yəni dünyanın hamısından siz üstünsüz. Əgər dünyaya razısınızsa, deməli özünüzü ucuz satmısınız. Öz qiymətinizi bilməmisiniz. İnsan hər şeydən üstündür. Yaradılışda hamıdan üstünü insandır. Və insan gərək özü əvvəl öz qiymətini versin. Öz zati üstünlüyünü insan dərk eləsin. Çünki insan bir şeyə qiymət verəndə onu qoruyur. Biri görürsən təzə maşın alır, qiymətli maşın. Onu hər yerə sürmür ki, xarab olar. Çünki qiymətli hesab eləyir. Amma Allah buyurur ki, təəccüblüdür. İnsan özü öz ruhuna bu qiyməti vermir. Malına verdiyi qiymət qədər bəzən ruhuna qiymət vermir. Bu gözəllikdə ruhu rəva deyil ki, insan günah çirkabında xarab eləyə. Ona görə Quran buyurur, aleykum ənfusekum. Sizə öz nəfsünüzü tapşırıram. Öz ruhunuzu tapşırıram, ehtiyatlı olun, öz ruhunuzu təmiz saxlayın, çox qiymətli bir şeydir. Onu xarab eləsəz, çox ziyan eləyəcəksiniz. O çox qiymətli bir sərmayədir sizə vermişəm. Heç bir şey haqda bu söz buyurulmayıb. Görün nə deyir Allah, buyurur, əl-qəlbu haramullah. İnsan qəlbi, insan ruhu Allahın hərəmidir. Allah insanın qəlbini özünə məxsus bilir. Odur ki, insan gərək bu şeylər üzərində düşünə, özünün qədrini bilə, öz şəxsiyyətini düzgün qiymətləndirə. İslam bizə tövsiyə edir ki, uşaq tərbiyə eləyəndə, uşaq böyüdəndə heç zaman onun şəxsiyyətini təhqir eləməyin. Uşağın şəxsiyyətini nə badə təhqir eləyəsiniz? Peyğəmbər buyurur, əkrimu əvladakum, övladlarınıza hörmət eləyin. Onlara nalayiq sözlər deməyin. Bir balaca bir səhvə görə uşağa nalayiq söyüşlər söyməyin. Çünki onun şəxsiyyətini zədələsəz, şəxsiyyətsiz adam Allaha günahı rahat eləyər. İnsan ki, şəxsiyyətini əldən verdi, o günahdan qorunmaz. Ona görə övlad tərbiyəsində bizə deyiblər ki, övladlarınıza dəyər verin. Onları hər şeyə görə tənbih eləməyin və tənbih eləyəndə də bəzi sözlər ki, mən rəva bilmirəm buradan işlədən, bəzən biz övladlarımızı bu söyüşlərlə təhqir eləyirik, müxtəlif üzr istəyirəm, heyvan adı ilə təhqir eləyirik, bu çox yol verilməz bir şeydir. Peyğəmbər buyurur ki, övladı cəzalandıranda da onun şəxsiyyətini təhqir eləməyin. Çünki şəxsiyyət çox müqəddəsdir. Uşaq gərək kiçik yaşlarından ata-anadan, hamıdan ehtiram görsün, hörmət görsün. Çox mühüm məsələdir bu. Bu birinci şərt. İkincisi budur ki, insan Allahın qiymətini bilsin. Bilsin ki, Allah ona baxır. Bunu dərk eləsin. İmam Səccad əleyhissalam buyurur ki, günah eləyirsən, bilirsənsə Allah sənə baxır, yenə də günah eləyirsənsə, onda Allahı sənə baxan ən yüngül şey hesab edirsən. Onda Allaha hörmət eləmirsən. Allaha dəyər vermirsən. Əfzəlül həya istihya'ukə minəllah. Həyaların ən gözəli Allahdan həya eləmək. İnsanlardan utanmaq biraz asandır. Nəyə görə? Çünki göz gördüyündən utanır. Biz insanları görürük deyə onlardan utanmaq asandır. Amma Allahı zahiri gözlə görmürük deyə buyurur ki, üstün həya budur ki, görməyə utanasan. Həyanın işinin bir hissəsini göz görür. Gözdə də həya. Görürsən ki, biri-birinə söz demək istəyir, deyə bilmir, məktub yazır. Ona görə ki, üz-üzə gələndə üz-üzdən utanır. Gördüyündən insan utanır. Ona görə də bizim bir-birimizdən utanmağımız çox da böyük hünərdir. Çünki təbiidir ki, insan gördüyündən utanır. Amma Allahdan utanmaq ona görə buyurur, ən üstün həyadır. Çünki Allahı biz gözlə görmürük. Əli əleyhissalam buyurur ki, qonşunuzdan utandığınız kimi Allahdan utanın. Niyə qonşu ilə müqayisə edir? Çünki görürsən onu, gördüyündən daha rahatdır. Çalışın elə bir dərəcəyə çatın ki, Allahı görməyə qəlb gözü ilə görəsiniz, ondan xəcalət çəkəsiniz.
Bir adam cemaattan utanmazsa ondan heç nə çıxmaz. Bir adam insanlardan utanmazsa Allahdan utanmaz heç vaxt. Çünki gözlə gördüyündən utanmırsa görmədiyindən heç vaxt utanmaz. Ona görə deyirlər ki, kim cemaatdan abır həya eləmirsə, abırını həyasını itiribsə, insanlardan utanmırsa Allahdan da utanmaz. Birini Allaha çağırmaq istəyirsənsə, bax gör həyası varsa gələcək, yoxdursa nə qədər danış xeyri yoxdur. Həyası olmayanın, keçən dəfə dedi, Peyğəmbər buyurur, imanı da olmaz. Bir adam gördün, həyasız adamdır, onunla danışmağın mənası yoxdur. Gərək getsin, həya hissini yaratsın özündə, yoxsa xeyri yoxdur. Ona görə Allah təkcə özünü yox, məsumları da bizim əməlimizə şahid qərar verir. فَسَيَرَ əmələkum və rəsuluhu vəl-mu'minun. Buyurur ki, neyinirsiniz eləyin, amma bilin ki, Allah sizə baxır, Peyğəmbər sizə baxır və möminlər. Möminlər deyirlər kimdir? İmamlar. Hədislərdə var, hər gün əməllər Peyğəmbərə təqdim olunur, bizim əməllərimiz. Ki, biz utanaq Peyğəmbərdən. Hər cümə axşamı əməllər İmam Zamana təqdim olunur, zamanənin imamına təqdim olunur. Hər cümənin axşamı. Utanmaq hissi bizdə yaranmaq üçün Allah vasitə qoyub əhl-i beyti bizlə öz arasında. Bəzən görürsən günahkar adamlar var, günah eləyirlər, mömin adam görəndə utanıb çəkilirlər bir tərəfə. Bəzən biri də onu nəsihət eləyəndə deyir, bunun nəyindən utanırsan, Allahdan utan, bu səhv nəsihətdir. Bunun elə insandan utanması böyük dəyərdir, sən ona istinad elə, həyasını Allaha yönəlt bu insanın. Müsbət nöqtədən gərək başlayasan, gördün ki bir adamdan utanır, demə bundan utanma. Denən bundan utanırsan yaxşıdır, amma bundan böyük Allah da sənə baxır. O utanmaq hissini ki Allah qoyub ona istinad elə, bir müsbət nöqtə tap bir adamın qəlbində, ona istinad elə, haqqı ona çatdır. Amma yox, görsən utanmır, sən ona nə qədər danış ki Allahdan utanmırsan, o utanmaq hissi bilmir nədir. Həyalı adama bir dənə şeyi başa salsın ki, Allah sənə baxır, Allah səni görür, o ona bəsdir. Uzun uzadı, nəsihətə ehtiyac yoxdur. İnsanlar var, ona görə yaxşı adam olur ki, əzabdan qorxurlar, cəhənnəmdən qorxurlar. İnsanlar var, ona görə yaxşı adam olur ki, mükafat istəyirlər. İnsan da var, bir kəlmə bəsdir ki, Allah mənə baxır. Bu insan o insanlardan daha üstün adamdır. Üstün insanlar o insanlardır ki, cəhənnəm qorxusundan yox, cənnət şövqündən yox, həya hissindən Allaha bəndəlik eləyirlər. Hərçənd cəhənnəm də zarafat məsələdir. Biz hərdən aza çatmamış çoxdan danışırıq. Amma cəhənnəm elə bir şeydir ki, İmam Əli əleyhissalam Kumeyl duasında ağlaya-ağlaya deyir, İlahi, irhəm zəfə bədəni, İlahi bədənimin zəifliyinə rəhm elə, mən necə dözərəm cəhənnəmin oduna. Amma bundan da üstünü budur ki, insan abır həyasından utanıb Allaha ibadət eləsin. İnsan var deyir, cənnətə də getsəm, amma bir dəqiqə məni saxlasalar, Allah soruşsa ki, ayıb olsun sənə, utanmadın bu işi gördün, o deyir, mənə cəhənnəmdən də betərdir. İmam Səccadın duası var, deyir, İlahi, məni bağışla deyirəm, heç, günahlarımdan keç, heç səndən bir şey də istəyirəm ki, nəinki məni bağışla, xahiş edirəm, bir an belə məni mühakimə eləmə qiyamətdə, mən xəcalət çəkirəm, dözə bilmərəm, məndən soruşsun ki, niyə belə elədin? Bu sualın cavabında mən, elə bu mənə əzabdan betər əzabdır. Lə tuəddibni bi uqubətik. Hədis var, buyurur ki, şərafətli insanlara məhəbbət göstərin, onları ədəbləndirin. Amma alçaq adamlara məhəbbət göstərməyin, çünki suyu istifadə eləyəcək, biraz da üzdü olacaq sənə qarşı, ayağı yer tutacaq. Amma dəyərli adam, yaxşı iş gördün, utanacaq da sənə pislik eləməyəcək. İmam Səccad da deyir, İlahi, məni ədəblə, bəla ilə ədəbləndirmə. Bu sözün mənası nədir? Bir halda ki, bəla mənim hidayətimə səbəbdirsə, niyə deyir məni bəla ilə ədəbləndirmə? Ona görə demir ki, bəladan qorxuram. Ona görə deyir ki, mən istəyirəm şərafətli adam olam. O adamlardan olmayan ki, ancaq çomaqla hidayət olurlar, düz yola gəlirlər. Çomaq axırıncı mərhələdir, bəla sonuncu mərhələdir. Bəlaya qədər sən məni elə insanlardan qərar ver ki, həya ilə sənə tərəf gəlim. Əzabla qorxudandan sonra ən axırıncı mərhələdir. O da İmam Səccad belə dua eləyir. İnsan anlaya Allah buyurur ki, sizə boyun damarından yaxınam. Kimdənsə qaçıb hansısa yerə girib gizlənmək olar. Amma Allah buyurur, mən sizinlənəm, sizin yanınızdayam. 2 nəfər danışırsa, 3-cüsü bilsin ki, mənəm. 3 nəfər danışırsa, 4-cüsü bilsin mənəm. Təkdir, xəlvətdədir, bilsin yanında mənəm. Bu nəzəri öz üzərində hiss eləsin.
Həyanı insan gərək qorusun və həyasını qorusa, dinini də qorumuş olar insan. Mən kəsura kəlamuhu, kəsura xətəu. Kimin danışığı çox olsa, xətası da çox olar. Kimin də xətası çox olsa, həyası az olar. Utanmaq hissi onu tərk eləyər. Kimin həyası az olarsa, təqvası azalar. Kimin təqvası azalar, qəlbi ölər. Və kimin qəlbi ölərsə, cəhənnəmə daxil olar. Nəyi itir söz itirin, bunu itirməyin. Çünki itirdiyiniz son şey sizin həyavızdır. Həyadan sonra da bir şey qalmayıb itirməyə. Ondan sonra da hər şey əldən gedib, insaniyyət əldən gedib. Bir millətin cavanı ilə qadını xarab olsa, millət xarab olacaq. İki dəstə insanı. Görürsən, bir serial göstərir, orada əsas məqsəd budur ki, ailədə abır-həyanı aradan aparsın. Cəmaat da ona baxır, elə bilir ki, ona bənzətmək lazımdır. Özünü onlara oxşatmaq lazımdır. Dində bu qədər həya deməkdə məqsəd budur ki, həm fərd, həm cəmiyyət çalışsın ki, abır-həya aradan getməsin. Abır-həya aradan getsə, insaniyyət aradan gedər və Allahın bəlası nazil olar. Allah da buyurur ki, mənim bir bəndəni bağışlamağım üçün bir şey bəsdir ki, o utansın. Mən başqa şey istəmirəm. Günah da eləyib. Amma utanmaq hissi ki, onda yarandı ki, mən niyə elədim? Allah deyir, elə bu hissə görə bağışlayacağam. Mənə lazım olan elə budur. Mən elə insanları ona görə yaratmışam ki, mən yadlarında olam. Bir halda ki, bu məni yad eləyir və xəcalət çəkir, elə bağışlanması üçün kifayət eləyər. Həya insanları çox böyük zirvələrə çatdırır. Bir nicat tapmaq istəyirsinizsə, saadətə çatmaq istəyirsinizsə, birinci şərt budur ki, səbr eləyin, səbirli olun. İkincisi budur ki, başqalarını da səbrə dəvət eləyin. Üçüncüsü budur ki, müqavimət gücünə malik olun. Müqavimətli olun. Dördüncüsü, Allahdan qorxun. Bu 4 mərhələni keçəndən sonra ləalləkum tuflihun. Fəlah gəlir. Fəlah yəni saadətə çatmaq, nicat tapmaq, qovuşmaq Allaha. Səbir ən vacib mərhələlərdən biridir. İnsanın Allaha qovuşması üçün. Çünki insan dünyada yaşadığı müddətdə müxtəlif hadisələrlə qarşılaşır. Bu hadisələr biraz acı olur, biraz şirin olur. Hadisələr bir-birindən fərqlidir. Bütün bu hadisələr tufanı qarşısında sarsılmamaq üçün dağ kimi olmaq lazımdır. Dağ kimi qorunub qalmaq üçün səbrə ehtiyac var. İnsan hadisələr tufanı qarşısında sarsılmaması üçün ilk əvvəl başa düşməlidir ki, hadisələrin, bəlaların müddəti çox azdır. Qısa bir müddətdən sonra onlar keçib gedir. Qısa bir müddətdən sonra. İkincisi, insan başa düşməlidir ki, hansı hadisə ki, insanın başına gəlir gün ərzində, ömrü boyu, bu hadisələr hamısı insan üçün imtihan vasitəsidir. İnsanı sınayır Allah hadisələr vasitəsilə. Hər hadisə ki, insanın qarşısına çıxır, hər hadisə müqabilində insanın vəzifəsi var. Gərək o vəzifəsini tapa bilsin. İnsan hadisədən çox öz vəzifəsinə diqqət eləməsi lazımdır. Biz bəzən hadisələri dua eləyirik ki, Allah bunu ver mənə, bunu vermə. Amma daha çox hadisə müqabilində tutduğumuz mövqeyi diqqətdən, nəzərdən keçirməliyik. Hər hansı bir hadisə, hər hansı bir neymət bizim boynumuzda bir vəzifə gətirir. Əsas məsələ budur. Fəcr surəsində Allah buyurur. Buyurur ki, insan haqqında danışır. Buyurur, elə ki, Rəbbi onu imtihana çəkdi və ona bir sərvət, neymət verdi, insan məğrur olur. Deyir ki, Allah məni əzizlədi, məni çox istəyir ki, mənə nəsə verdi. Sərvət verdi, pul verdi, mal verdi. Elə ki, biz insana bir sərvət verdik, neymət, ruzu verdik, insan məğrur olur, özündən razı olur ki, mən Allahın sevimli bəndəsiyəm ki, Allah bunu mənə verdi. Dalıca buyurur ki, amma elə ki, onu imtihana çəkmək üçün onun ruzusunu əlindən aldıq, o zaman da deyir ki, Allah məni təhqir elədi, zəlil elədi. Ona bir şey bəxş eləyəndə məğrur olur, onun əlindən nəyisə alanda məyus olur. Quran bu ilə bunu bildirmək istəyir ki, hadisələr və neymətlər sizin üstünlüyünüzə, alçaqlığınıza dəlil ola bilməz. Allahın nəsə verməsi, nəsə alması sizin şəxsiyyətinizin meyarı göstəricisidir. Sizin şəxsiyyətinizin meyarı göstəricisi o hadisələr müqabilində sizin tutduğunuz mövqe, əsas budur. Allah sənə var dövlət verib, sevinmə. Bil ki, sənin boynuna vəzifə gəlib, onun üçün verib.
O vəzifə nədir? O vəzifə budur ki, o var dövləti halala xərcləyəsən, Allah istəyən yerə xərcləyəsən. Bunu eləyə bilsən, onda sevin. Mühüm var dövlətdir, mühüm budur ki, sən nə mövqe tutacaqsan var dövlətin müqabilində. Allah birdən səndən aldı, sən fəqir oldun. O zat demə ki, nəsə pis şey baş verdi. Fikirləş ki, bunu aldı, mənim vəzifəm nədir bunun müqabilində? Vəzifəm budur ki, Allaha şükr eləyim, izzəti nəfsdən kənara çıxmayayım, biraz vəziyyətim çətin olan kimi ehtiyac əlimi ona buna uzatmayayım, öz insan şəxsiyyətimi qoruyum. Hər hansı hadisə müqabilində insanın tutduğu mövqe əsasdır. O hadisələr ötəri şeylərdir, keçən şeylərdir. Birinə Allah vəzifə verir. Bizdə adət var, birini vəzifəyə təyin eləyəndə cəmaət zəng eləyib təbrik eləyir onu. Amma vəzifə İslam baxımından gücdən başqa bir şey deyil insana. Vəzifə imtiyaz deyil. Vəzifə məsuliyyətdir. Adından bəlli olduğu kimi vəzifə yükdür. Allah ki birinə vəzifə verib, bu şadlıq əlamətidir. Məsələ bundadır ki, sən bu nemətlə necə davranacaqsan? Bunu sənə veriblər ki, insanlara xidmət eləyəsən. Özdə çox təhlükəlidir vəzifə sahibinin xəyanət eləməsi. Qiyamətdə neçə dəstə insan var ki, xüsusi əzaba düçar olacaq. O insanlardır ki, vəzifələrindən sui-istifadə edib insanlara zülm eləyiblər. Bunların xüsusi əzabı var. Məqam, vəzifə insan üçün məsuliyyət gətirir. Hadisə müqabilində insanın əsas işi budur ki, müəyyən eləsin ki, mənim vəzifəm nədir bu hadisənin müqabilində? Adam da var, hadisələrin əsiridir. Hər bir şeyi nəyisə özünə oyuncaq eləyib dünyanı, başını oyuncağa qatıb. Qoy başlarını qatsınlar oyuncaqlarına. 50 yaşında kişidir görürsən, hələ də daşa fəxr eləyir, parçaya fəxr eləyir, dəmirə fəxr eləyir. Oyuncaqlarını əvəz eləyirlər, o maşınını buna göstərir, bu maşınını ona göstərir, o evini buna göstərir. Bunlar hamısı 3 yaşında uşağın ağlında olan adamlardır. Qoy başlarını qatsınlar oyuncaqları ilə, görək axırı nə olur bu işin. Hərəsinin bir oyuncağı var, birinin də oyuncağı dimdir, minbərdir, əbadır, moizədir, hərəsinin bir oyuncağı var, insanda var, dini oyuncaq eləyib özünə. Onun dünyası onun dinidir. Qoy oyuncağa başlarını qatsınlar. O adamlar ki, hadisələrin əsiridirlər. Amma insanlar da var, hadisələrin fövqündə dayanırlar. Hadisələrdən böyükdülər o insanlar. Həzrət-i Süleyman onlardan biri idi. Həzrət-i Süleymana elə bir var dövlət Allah vermişdi ki, Quranda var, duası var Həzrət-i Süleymanın ki, İlahi mənə elə bir sərvət ver ki, məndən əvvəl və məndən sonra heç kəsə verməmsən. Həzrət-i Süleyman çox qüdrətli insan idi, çox sərvətli adam idi. Amma Quran istəyir Süleymanı tərif eləyə. Həzrət-i Süleymanı Allah tərif eləyəndə demir, o çox varlı adam idi. Sadə bir cümlə buyurur, ni'məl abd, gözəl bəndə idi. O əvvab idi. Əvvab nə deməkdir? Əvvab ərəb dilində bal arısına deyərlər. Bal arısı ki gedir, güllərin şirəsini çəkir, tez qayıdır yuvasına, təzdən gedir, gəlir, gedib gələn arıya əvvab deyərlər. Allah Süleymana belə bir qiymət verir. Mənası nədir? Mənası budur, necə arı güllərin şirəsini çəkir, Süleyman hər bir hadisənin şükr eləməklə hadisələrə şirəsini çəkirdi, özü üçün mənəvi sərmayə qazanırdı. Hər hansı bir hadisələr, səhnələr ki bir-birini əvəz eləyir, əsas budur ki, mən düşünüm, bugün fəqirəm, vəzifəm nədir? Sabah varlıyam, vəzifəm nədir? Allah mənə elm verib, o elmdən necə faydalanım? Bu hadisələrin hər birinin müqabilində mən bilməliyəm ki, mən nə etməliyəm? Onu eləsəm, o hadisələr hamısı xeyirdir mənə. Eləməsəm, var dövlət də mənim ziyanımadır, əsas neymət dillər can sağlığıdır, can sağlığı da ziyandır, övlad da ziyandır. Bütün neymətlər əgər şükrü yerinə yetirilməzsə, neymətləri düzgün qarşılamazsa insan, bütün neymətlər insanların ziyanına olur. Bəla nə üçündür? Bəla bunun üçündür ki, insanı hərdən bu oyuncaqlardan ayıra bilsin. Bəzən bəla gəlir, insan doğrudan da başa düşür ki, əlində olan oyuncaq imiş. Bəzən insanın Allah əlindən onu almaqla başa salır ki, onlar vəfasız bütlərdir sənin üçün düzəltmirsən. İnsan yönəlir Allaha tərəf, bəlalar vasitəsilə. Bir də görürsən, bir anda əlimdən getdi hamısı. Dünənə qədər ürəyimi bununla doldurmuşdu. Deyirdim, mənim varım belə, sərvətim belə, malım belə, oğlum belə, uşağım belə. Hərdən bir anın içində Allah bəla göndərir ki, oyuncaqdan səni ayırsın.
ehtimali özünə yaratdığın bütlərin hamısını bəla vasitəsilə Allah sındırır. Bir anın içində bunlar insanı tərk edib çıxıb gedirlər. Bir anın içində. İnsan bu bütlərin vəfasızlığını bəla vaxtı yaxşı başa düşür. Ona görə deyiblər ki, necə ana südü uşağa lazımdır, Allah hərdən bəla vasitəsilə bəla uşağa verilən ana südü kimidir. Allah bunu verir ki, insan inkişaf eləsin.